Bədən tərinin qoxusu xərçəng xəstəliyinin ilkin əlaməti ola bilərmi? Şəkərli diabet, qaraciyər, böyrək problemi olan insandan hansı qoxu gəlir? Rusiyalı alimlər xərçəngi tər qoxusuna əsasən müəyyən etməyin mümkün olduğunu bildiriblər. Bu barədə Rusiyalı dermatoloq İrina Skaragudayeva deyib ki, qeyri-adi tər qoxusu bir sıra ciddi xəstəliklərin əlaməti sayıla bilər. Dermatoloq bildirib ki, xərçəngi tutan insan daha çox tərləməyə başlayır və onun bədənində boyat ət qoxusu yaranır. Bədxassəli şişlərə qarşı mübarizə zamanı bədən istiliyi artıran bir şiş nekrozu amilini əmələ gətirir. Sonra istiliyi azaltmaq üçün bədəndə termoregulyasiya sistemi işə düşür və həmin adam tərləməyə başlayır. Yeri gəlmişkən, bu metodu bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarında aparılan təcrübə də təsdiqləyir. Belə ki, Amerikalı alimlər itlərin xərçəng xəstəliyini qoxu vasitəsilə ayırt etməsinə dair təcrübə aparıblar. Laborator təcrübələrə cəlb olunan Franki adlı Alman qoyun iti, qalxanvari vəzin xərçəngindən əziyyət çəkən xəstələri onların sidiyinin iyi əsasında fərqləndirə bilib. Bununla da alimlər bu qənaətə gəliblər ki, müvafiq təlim keçmiş itlər insanlarda xərçəng xəstəliyini ilkin mərhələdə aşkara çıxara bilər. Yeri gəlmişkən, Rusiyalı dermatoloq digər xəstəliklərin də qoxu vasitəsilə təyin olunmasına diqqət çəkir. Dermatoloq İrina Skaragudayeva bildirib ki, şəkərli diabet xəstələrindən aseton və ya yetişmiş alma, qaraciyər və böyrək problemləri zamanı isə insan tərindən ammoniak qoxusu gəlir.